Qiymətləri 812 manat aralığında olan uyğun qiymətli 3 ədəd maye ənlik göstərirəm. Top Face yeni əldə etdiyim, sevdiyim məhsullardan biri oldu. Yayda bir çoxumuzun axtardığı o persik, şəftəli tonu bu rəngdədir. Həm yayılmasını, həm qalıcılığını, eyni zamanda üzə duruşunu bəyəndiyim məhsullardan biri oldu. Parlaq bitişlidir və rəng olaraq da çox bəyəndim. Qiyməti 9-12 manat aralığında dəyişir. Yox, əgər mən gül qurusu rəngi istəyirəm deyirsinizsə, əgər sizə Golden Rose göstərəcəm, əlimdəki rənginə baxa bilərsiniz. Pigmentasiyası çox yüksəkdir, yayılması, qalıcılığı da yaxşı eyni zamanda və parlaq bitiş olan məhsullardan biridir. Səhv eləmirəmsə qiyməti ya 8 ya da 9 manat olmalı idi. Keyfiyyətini bəyəndiyim üçün sizlə də bölüşmək istədim. Golden Rose'un highlighterına bir yerdə ikisi mükəmməl durur bu arada. Sonda şiqama gəlirik. Məndə olan rəngi petal tak rəngidir və tam bir soft pəmbə tonudur. Mən açıq dəli olduğum üçün bu rəngi özümə çox yaraşdırıram. Amma belə bir şey var, çox tünd rənglərdə də qəşəng görsəndiyini düşünürəm. Həm qalıcılığı yaxşıdır, həm yayılımı yaxşıdır, üzdə də çox qəşəng parlaq görsənir. Qiyməti isə 12-15 manat aralığında dəyişir. Bu günlük bu qədər. Əgər videonu bəyəndinizsə bəyənməyi, məni izləməyi unutmayın.